İndi mən bir digər məsələyə keçmək istəyirəm. Belə yadıma bir məsələni saldınız. Misal üçün biz son aylardır yazırıq ki, bölgələrdə mərasimlərin keçirilməsinin, yəni dəbdəbə keçirilməsinin qarşısı alınır. Hər gün bir rayonu yazırıq biz. Yaxşıdır, bu təqdirə layiqdir. Amma nəzərə alaq ki, Bakıda buna heç də riayət olunmur. Günü bu gündə gedəndə mərasimlərə orada bir açılmış bir stol görürük biz. Yəni Bakıda olan bu nümunə göstərilmədiyi təqdirdə biz necə bölgələrdən tələb edə bilərik ki, orada mərasimləri siz belə deyək, sadə edəsiniz? Yas mərasimləri ilə bağlı konkret və aydın şəkildə hər zaman fikrimi bildirmişəm. Bütün cəmiyyət bunu bilir. Parlamentdə də bildirmişəm, ayrı-ayrı qəzet və internet televiziyalarında da bildirmişəm və bir daha təkrar etmək istəyirəm. Əgər biz yas məclislərində qayda-qanun yaratmaq istəyiriksə, dəbdəbəli yas məclislərini yığışdırmaq istəyiriksə, bu sahədə yüngüllük yaratmaq istəyiriksə və bunu da insanların əziyyət çəkməməsi, yas sahibinin əziyyət çəkməməsi naminə ediriksə, o zaman təbii ki, burada bir bərabərlik mühiti qorunmalıdır. Birinci növbədə o nümunəni varlı insanlar, vəzifəli şəxslər göstərməlidir. Onlar öz yas məclislərini dəbdəbəsi sadə çay stolu ilə yekunlaşdırmalıdır. Birinci növbədə. İkincisi, Azərbaycanda ümumiyyətlə yas məclislərinin yığışdırılması üçün o Bakıdan başlamalıdır. Birinci növbədə Təzəpir məscidi və Heydər Əliyevanda məscidin mərasim zallarında verilən yas mərasimləri ləğv olunmalıdır. Sadə məclislər olsun, orada da verilsin. Çay məclisləri. Amma orada yemək verilir və biz bunu rayonlara deyirik, sən vermə və hətta tələb də qoyuruq və tələb də edirik, hətta bəzilərinin qazanlarını evlərindən yığışdırıb aparırsa, mən bunu ədalətli saya bilmərəm. Mən razıyam ki, bəli, bütün rayonlarda yığışdırılsın. Mən bilirəm ki, Azərbaycanın bir çox rayonunda, məsələn, Samux rayonunda yığışdırılır. Mən hörmətli icra başçısı ilə Toxsi müəllimlə də söhbət eləmişik. Ora icra başçısı təyin olunandan sonra orada ümumiyyətlə o sahədə birinci növbədə qayda-qanun yaradan rayonlardan biridir. Ona sağ ol deyirəm. Ondan sonra artıq digər rayonlara da keçib və indi mənim deputat olduğum İmişli rayonunda da kəndlərin demək olar ki, bir 80%-də yas məclisləri dayanıb, rayon özündə də bu göstəriş verilib dayanıb və bir düşünürəm ki, artıq İmişli rayonunda da tez bir zamanda bu məsələ bitəcək, amma qonşu rayonlarda, Saatlıda, Biləsuvarda, Kürdəmirdə və digər rayonlarda da bu dayandırılıb. Bütün rayonlar düşünürəm ki, artıq dayandırılacaq. Yaxın bir ay ərzində bu tamam dayandırılır. Amma bunun Bakıda da dayandırılması vacibdir. Necə ola bilər ki, mərkəz qalır, rayonlar dağılır. Əslində hər şey bəzən yuxarıdan aşağı başlamalıdır. Qayda-qanunlar yuxarıdan aşağı başlamalıdır. Qayda-qanun aşağıdan yuxarıya başlaya bilməz. Ona görə də birinci növbədə Bakıda da bunun dayandırılması üçün birinci növbədə adlı sanlı məscidlərdə, mərasim evlərində o dayandırılmalıdır, nümunə göstərilməlidir. Ondan sonra bütün vətəndaşlar da əməl edəcəklər. Bunun da müqabilində heç kim demir ki, kimsə atasına, anasına, yaxınına yas məclisi qurmasın. Yas məclisi qursun, insan da versin. Bir xurma verib, xurma ilə də çay vermək də insandır. Kim insan vermək istəyib, rəhmət qazanmaq istəyirsə, buna çəkdiyi xərci getsin, 5 nəfərin yolunu düzəltsin, bir kasıbın getsin, evini təmir etsin, bir kasıbın uşağının təhsil haqqını ödəsin və o daima ömür boyu bir bitməyən şəkildə nəsil kökə gedərək də həmin insana rəhmət oxuyacaqlar. Yəni rəhmətin elə yalnız kiməsə qarnını doyurmaqdan rəhmət ehsan keçmir ki, ehsan yalnız kiməsə qarnını doyurmaq deyil. Mən düşündüyümə görə ehsan yaxşılıq etməkdir, rəhmət qazanmaqdır. Rəhməti də yeməklə ancaq həmin vaxtı yemək yeyib, rəhmət deyib gedəcək, ondan sonra unudacaq. Amma sən ona yaxşılıq etsən, yolunu çəksən, qeydinə qalsan, bir kasıbın qayğısına qalsan, o ömür boyu yadda qalan bir rəhmət olacaqdır. Azim müəllim, elə dəfn mərasimindən danışmışkən digər bir problemi istəyirəm müzakirə edək. Əsasən də bölgələrdə bu problemlə üzləşir insanlar. Kimsə rəhmətə gedir, artıq onun başı qarışır həmin o dəfn proseslərindən və burada ölüm kağızı almaq məsələsi müşkilə çevrilir. Və bir 3 gün sonra da müraciət edən deyirlər sən gecikibsən və yaxud da nə və həmin o şəxs bilmir ölüsünlə məşğul olsun yoxsa bu kağız çuğuzun adı düşsün.
Bakıda yenə də o problem hardasa öz həllini tapır, biraz operativ həll olunur. Bölgələrdə bu olduqca böyük əziyyət başı gəlir insanlar üçün. Siz çox gözəl bir məsələyə toxundunuz. Elə mən parlamentin son iclasında bu məsələni qaldırmışam. Bu məsələni mən qaldırdım parlamentin son iclasında. Demişdim, çalışıram ki, bütün yas məclislərində iştirak edim və mən yas məclisində iştirak edirəm və hansı yas məclisinə gedirəmsə 70%-də mənə müraciət olunur ki, ölüm kağızını ala bilmirik. Böyük bir problemdir. Səbəb də budur ki, bununla bağlı qanunvericilik mürəkkəbləşdirilir, çətinləşdirilir. Demək, təcili yardım çağırmalısan, o ölüm faktını təsdiq etməlidir. İndi elə olur ki, tutaq ki, bir kimsə ölür, çağıra bilmir, ya başı qarışır. Heç kim belə bir vəziyyət yaranıb ki, insanın ölüsü ölə bilər və görür ki, bunun başında əsir, bu öləcək və bilir ki, bunu xilas eləyə bilmərəm. İndi bu həmin vaxtı ölüsünü kənara atıb düşünməlidir ki, mən bunu necə imkan yaradım, bunu necə öldürüm ki, mən sonra bunun ölüm kağızını ala bilim. Belə bu ən əcaib yanaşmalardan biridir. Yəni indi bir çox insanlar kimsə xəstələnəndə düşünür ki, mən bunun ölüm kağızını birdən öldürüm kağızını necə alacağım, mən hara çağırım, necə eləyim? Bu ölüsünü unudur, başlayır o barədə düşünməyə. Çünki sonradan ölüm kağızı, sonra ölümlə bağlı verilən pul almaq üçün vaxtında müraciət eləməlidir. Bütün bunlar əcaib formaya salınır. Və məsələ burasında da sonradan deyirlər, çünki səndən sonra deyirlər, sən getməlisən, məhkəməyə müraciət eləməlisən. Mən də bunu başa düşürəm, bunu dövlət onun üçün etməyib insanların incitsin. Dövlət bunu ona görə edib ki, bu qanunlar ona görə çətinləşdirilib ki, əgər bu səbəbi bilinsin ki, bu insan bəlkə kimsə öldürür, bəlkə kimsə zəhər verir, bəlkə öz yaxınlarını öldürmək istəyib ki, əmlakına sahib olsun. Yəni o ölümün səbəbini bilmək üçün bunlar, bu çətinliklər yaradılıb. Amma indi bizim dədədən babadan gələn adət-ənənəmiz var da, bunun hər hansı bir bunun kəndin, rayonun icra nümayəndələri var. Və onlar hər kəsi çox yaxından da tanıyırlar. Məhkəməyə də 3 gündən sonra gedəndən sonra məhkəmə deyir ki, get icra nümayəndəsindən kağız gətir. İcra nümayəndəsindən kağız gətirəndən sonra onun haqqında müsbət qərar çıxarır. Elə bunu əvvəl icra nümayəndəsi verir də o kağızı. İcra nümayəndəsindən niyə aldınız bunu? Təzədən əgər məhkəmə də icra nümayəndəsindən o kağız istəyirsə, bu məhkəməyə müraciət nəyə lazımdır? O icra nümayəndəsi bunu verir də, həll edir də. O baxımdan bu məsələdə yüngüllük lazımdır. Doğrudan da orada çox əndirabadi bir yanaşma var. O məsələ ilə bağlı mütləq şəkildə bir müzakirə olmalıdır, yüngülləşdirmə olmalıdır ki, buna hansı yolla həll etmək olar, asan yollarla. Mən demirəm ki, bunu indi asan eləmək, amma müzakirəsini keçirib asanlaşdırma yollarını tapmaq mümkündür və bu mütləq şəkildə həyata keçirilməlidir. Mən parlamentdə də dedim ki, Səhiyyə Nazirliyi, Təbii Aidiyyatı Dövlət Qurumları yığışmalıdır, bir ictimai müzakirə keçirilsin ki, bu sahəni necə mükəmməlləşdirmək, təkmilləşdirmək olar ki, insanlar bu cür problemlərlə üzləşməsinlər.